Uşaq pulu barədə mən artıq demişdim. Yəni bir iqtisadçı kimi büdcə ona tab gətirməz. Amma yavaş-yavaş bunu eləmək olar. Belə deyək, indi çoxu çıxır, uşaq pulu verilməlidir. Bəziləri büdcəni zəiflətmək üçün deyirlər. Bəziləri deyirlər verilməməlidir. Sadəcə elə deyirlər ki, bil atalarının puludur verilən. Veriləcək uşaq pulu. Analıq kapital da veriləcək. Sadəcə olaraq mən hələ demək istəmirəm nəyə görə veriləcək və nə tərz şəraitdə. Keçən videoda bir şey mən dedim. Amma mən Fərid Musayev belə deyək. Mən sizə qarant dururam ki, uşaq pulu da veriləcək. Necə dedim ki, dəmir yolundan sərhədlər asılacaq, Çerez dəmir yolu Qarsaxalı qalaq. Elə də uşaq pulu veriləcək. Səbirli olun. Gözəl günlər gəlir. Sağ olun.